Ilxoz Kolxozoviç Komsomolski. İtini pişiğini töhmüsən üstümə. Nədir? Xoşuna gəlmir düzgünləri danışmaq. Güya ki sən indi ədalət peşindəsən. Kimisə tutursan, kimisə asırsan, kimisə kəsirsən. Və o tutduqlarını müdafiə edənlər var Dırnaq arası müdafiə edənlər. Onların hamısı elə sənin tulalarındılar. Səndən geri qalmırlar onlar. Bugün kimisə müdafiə edirlər. Sabah da deyəcəklər ki, mən də onu müdafiə edirdim də, bəs görürsünüz, axırda belə oldu. Axırda belə çıxdı. Rauf Arifoğlu kimilərini, nə bilim, başqa itləri, pişikləri müdafiə edənlər var idi. İndi mənə çoxu deyir ki, bəs Emin Milli də sənin yanı. Emin Milli mənim yanıma gəlmişdi. Və mənim yanıma minlərlə adam gəlmişdi. Mən onların hamısını sortirovka elədim. Qıl qoparmağa gəlmişdilər. Bir şey əllərinə keçmədi. Mən də onların hamısını belə tarakanı vuran kimi, milçək kimi yapışdırdım divara. Onlar da yenə qayıtdılar, gəldilər. Sahibləri Sən İlxoz Kolxozoviçin qucağına otdular. Ramiz Yunus kimiləri, yüzlərlə, artıq minləri keçib. İndi sən tutuqlama işlərinə baxırsan, satıqlama işlərinə baxırsan, güya ki, nəsə edirsən sən öz aləmində. Amma sən bu atanın köhnə trüklarıdırlar, KGB trüklarıdırlar hamısı bunlar. Bunu artıq ağlı başında 1 qram ağlı olan insanlar, heç müxalifətdə olsun, istəyirsən müxalifətdə olsun, harda olsun, normal bir insan, normal düşüncəli bir insan bunu başa düşə bilər ki, sən nə oyun oynayırsan. Bunu bilmir güya insanlar. Çok güzel bilir hamı her şeyi. Ama senin bu oynadığın iğrenç oyun çoxlarına, alçaqlara, ləyaqətsizlərə, xəyanətkarlara sərf eləyir. Çünkü onlar da sabah deyəcəklər ki, səni belə minmək üçün o sənin ətrafına toplaşmışlar, bir bəhanə axtarırlar. Və sənin də başına elə oyunlar açılacaq ki, məhz sənin ətrafına toplanılanlardan bağlı. Mənim kimisini ətəyində namaz qılmağa belə hazır olacaqsınız siz hamınız. Bildiniz mi? İndi sizin dövranınız belə alçaq dövrandır. Alçaqcasına davam ettirirsiniz və hakimiyyətdə qalmaq üçün istədiyiniz oyunu oynayırsınız. Amma sabahsı günü mənə belə cavab verəcəksiniz. O tulalar ki var ortalıqda indi müxalifət adı ilə güya müxalifət də, yəni müxalifət. Müxalifəti müdafiə edirlər, yəni eynirlər, mənə söyüş edirlər, hücum edirlər. Bunların hamısını biz görmüşük. Minlərlə ətrafıma yığışanlar, mitingə gələndə 200 nəfər, 300 nəfər gələnlər, Azərbaycandan qaçıb gələnlər, hamısının mənfəəti, nə bilim, çıxarı olduğuna görə gəlmişdi və biz bunları bilirdik. Biz çox gözəl bilirdik, bugün də bilirəm. Və o momentdə mən onların hamısını qovsaydım, deyəcəkdilər ki, qovmamışdım belə, miting başlamamış yanıma qaçıb gəlirdilər ki, gəl şəkil çəkdir. Deyirdim, 2 kişisiniz, bu miting başa çatsın, bir mitingdə iştirak eləyə, sonra şəkil çəkdirərsiniz də. Onu belə mənə deyirdilər ki, Orduxan yanına gələn adamları qovur. Çünki onların hamısı sənin küçük hakimiyyətinin tulaları idiler və o momentdə onu axtarırdılar məndə. Amma mən də normal yola verirdim hamısını. Sonradan da axırı belə gələndə gördüm ki, sənin küçüklərin mənə ancaq ziyan verməyə gəliblər. İti qovan kimi yanımdan qovdum. Paşinyan. Getdilər hamısı, yenə otdular sənin qucağına. Yenə deyirəm, Ramiz Yunus kimisi, nə bilim, Xədicə İsmail kimisi, Emin Milli kimisi, yüzlərlə sayarım adı. Fərqi yoxdur ki, yəni bir ikisini misal çəkirəm ki, yəni bilin. Amma mən yenə Orduxanım, bax, yenə sənə qarşıyam, sənin qarşında durmuşam. Və bugünün sabahına qədər, ilin sonuna qədər, ömrümün sonuna qədər də mən bu mövqeydə qalacağım. Bunu yani unutma. Çünki mən əminəm ki, mən ədalət peşindəyəm, haqqın yanındayam, doğruyam, əyilməz mərd bir mübarizənin peşindəyəm və qələbə bizimdir.